insan nə tam azaddır. Biz biraz nə də azadlıq sözünü başqa cür başa düşürük. Azadlıq mən bunu necə deyim? Yəni mən öz qərarlarımda, öz seçimlərimdə, öz istədiyimi etməyimdə, öz hədəflərimə çatmağımda bu bir növ azadlıqdır. Bir azadlıq da ekzistensial azadlıq. Yəni mən bir varlıq olaraq azadammı, yoxsa daim enerjini, gücü hansısa bir mənbəydən alıram. Və bu mənada bizlər heç bir zaman azad deyilik. Bizlər həmişə əsarətdə olmağa məhkumuq. Yəni adi biz danışırıq, hərəkət eləyirəm, düşünürəm, hətta seçimlərimdə belə mən enerjini hardansa alıram. Bir şüa düşünək, günəşlə rabitəsi var, düzdür? Şüa bütün hissəciklərində günəşə möhtacdır. Və yaxud da günəş şüanı verdi, ondan sonra şüa müstəqilləşmir də. Daim günəşlə rabitəyə ehtiyacı var və rabitə qırılsa şüa nə olar? Tamamilə yox olar. Şüaya nə qədər biz azaddır deyə bilərik. Bu nöqteyi nəzərdən bizdə bir azadlıq yoxdur. Bizlər həmişə hansısa bir mənbəyə möhtacıq. Ancaq bunun fonunda mən öz seçimimi iradə azadlığı ilə eləyirəm. Mən bu verilişə gələ də bilərəm, gəlməyə də bilərəm. Siz məni dəvət edə də bilərsiniz, etməyə də bilərsiniz. Və burada siz müstəqilsiniz. Ancaq bu azadlığın içində də mən inanıram ki, azad olmadığımız hansısa məqamlar var. Hansısa bir qonaq anidən sizin beyninizə gələ bilər. Və baxıb görürsən ki, bu qonaq barəsində siz qətiyyən düşünməmisiniz və nəyə görə həmən qonağın ideyası məhz həmən vaxtı, həmən saniyə sizin beyninizə gəldi. O ideyanın doğuşunda siz azad deyilsiniz və o həyatımızı ciddi şəkildə dəyişir.